21 oktyabr 2025-ci il Bərdə rayon 1-ci Qazaxlar kəndində şəhid leytenant Əlizadə Pərvin Vüqaroğlunun 5-ci ildönümü mərasimi qeyd olunub. Qeyd edim ki, şəhid leytenant Əlizadə Pərvin Vüqaroğlu 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub. Əslən Laçın rayonunun Minkənd kəndindəndir. Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Laçın Kickboxing İdman Klubunun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə Respublika çempionatının və birinciliklərinin mükafatçısı olmuşdur. Müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. İdman hakimi idi. Həqiqi hərbi xidmətini Fövqəladə Hallar Nazirliyində keçmişdi. Azərbaycan ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanılan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-sində Ağdərə istiqamətindəki Tülkü Dərəsi deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olmuşdur. Bərdə rayon 1-ci Qazaxlar kəndində dəfn olunmuşdur. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Pərvin Əlizadə ölümündən sonra bir neçə medal və ordenlə təltif olunmuşdur. Hal-hazırda Bərdə şəhərində mərkəzi küçələrdən biri şəhid leytenant Pərvin Əlizadənin adını daşıyır. Məkanın cənnət, ruhun şad olsun şəhidim. Allah rəhmət eləsin.